Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabi ecmain. Amma ba'd. Selamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz ve möhtərəm qardaşlar, İmam Buxarinin Sahih kitabının şərhi dərsimiz davam edir. Bugünkü dərsimiz 3-cü dərsdir. Birinci dərsdə muxtəsər olaraq İmam Buxari və yazdığı kitab haqqında oldu. Ümumiyyətlə birinci dərsimiz müqəddimədən ibarət idi. İkinci dərsimiz isə İmam Buxaridə gələn birinci hədisin şərhi idi. Biz normalda qeyd elədik ki, bir dərsdə normalda 5-10 hədis arası şərh eləyəcəyik. Dərs müddətimiz təxmini 20-25 dəqiqə arası olacaq. Birinci hədisin üstündə ona görə durduq ki, hədis böyük hədisdən idi, həm qaydadır İslam dinində və üzərində böyük mənalar əhatə eləyirdi. Təməli yaxşı, bünövrəsini yaxşı qoymaq məqsədi olduğu üçün biz birinci hədisi bir dərsdə müstəqilləşdirdik. Bugünkü dərsimizdə də inşallah düşünürəm ki, bu da təməl, kitabın başlanğıcı olduğu üçün təməl dərslərdəndir. Ən azından bugün 2 hədisi keçməyə çalışacaq. Deməli, hədisin ikinci hədis İmam Buxarinin Ayşə radiyallahu anhədən gəlir. O da Hişəm, Haris ibn Hişəmdən. Haris ibn Hişəm deyir ki, Peyğəmbər sallallahu عن عائشة أن الحارث بن الهشام سأل رسول الله صلى الله عليه وسلم فقال يا رسول الله كيف يأتيك الوحي. Ayşə radiyallahu anhə deyir ki, Haris ibn Hişam Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşur ki, ya Rasulallah, sənə vəhiy necə gəlirdi? Yəni, uca olan Allah ayələri sənə necə endirirdi? Çünki daha öncə insanlar, qardaşlar, ayələr görməmişdilər. Ayə necə enir? Peyğəmbər sallallahu aleyhi və səlləm məlum idi ki, yazmaq, oxumaq bilmirdi. Hər ayə gəldikdə hansı surənin hansı rəqəmində idi, onu deyirdi. Quran-ı Kərimdə neçə surə var, qardaşlar? 114 surə var. Onların bir qismi Məkkədə nazil olub, bir qismi isə harda nazil olub? Mədinədə nazil olub. Sən təsəvvür elə, misal üçü deyirəm. Baxın, Baqara surəsi, Al-İmran surəsi, Nisa surəsi, Maidə surəsi, Ən'am surəsi, Əraf surəsi, Tövbə surəsi. Hamısı bunlar surədir, düzdürmü? Hər surənin içində yüzlərlə ayələr var. Ayə nazil olanda Peyğəmbər s.ə.v deyirdi ki, bu ayə filan surənin filan rəqəmindədir. Bu ayə filan surənin filan rəqəmindədir. Bu ayə filan surənin filan rəqəmindədir. Və Rasulullah s.ə.v heç bir ayəni yazmırdı, heç bir ayəni qeyd eləmirdi, nə rəqəmlərini, nə surələrini, nə də adlarını. Peyğəmbər s.ə.v-in vəhiy qəlbinə enirdi. Sahabələrin diqqətini çəkirdi ki, Peyğəmbər s.ə.v-in sahabələrə oxuduğu, namazda oxuduğu bu ayələr acaba nə tər nazil olur? Çünki qəribə bir şey idi bu. Yəni, daha öncə görməmişdilər. Bu, ağırlıq qaldırmağa bənzəməzdi, at sürməyə bənzəməzdi, şeir deməyə bənzəməzdi. Ondan sonra pəhləvanlıq eləməyə bənzəməzdi, aslan ovlamağa bənzəməzdi. Yəni, qəribə bir şey idi ki, vəhiy gəlir Peyğəmbər s.ə.və və heç bir zaman vəhiy qarışdırılmır, ayələr unudulmur və oxunduğu zaman da Rasulullah s.ə.v saatlarla Quran tilavət eləyir, imam durarkən heç bir ayəni qarışdırmır. Və sahabələrin diqqətini çəkir, Haris ibn Hişəm Peyğəmbər sallallahu aleyhi ve sellem'e soruşur ki, ya Resulallah, sənə vəhiy necə gəlirdi? Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə, qardaşlar, vəhiyin necə ona gəldiyini açıqlayır, ona diqqət eləyək. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem, əhyənən yətini mislə salsalatil cəras və huvə əşədduhu aleyyə fəyufsamu anni və qad vəaytu anhu. Rasulullah sallallahu aleyhi ve sellem'e ayələr, qardaşlar, bir yöntəmlə gəlmirdi. Yəni, bütün 114 surənin hamısı eyni üslubla gəlmirdi. Ayələrin gəlişin növləri var idi. İndi bu hədisdə Rasulullah sallallahu aleyhi ve sellem 2 yöntəmini deyəcək. Biz də əlavə olaraq başqa hədislərdən başqa ayənin gəliş yönlərini yığmışıq və 4-5 növünü açıqlayacaq ki, hətta bu məsələyə nöqtəni qoymuş olaq, faydalanmış olaq. Bu hədisdə Peyğəmbər s.ə.v ikisinə toxunur sadəcə. Buyurur ki, mənə zınqırovun səsi kimi gəlirdi ayələr. Yəni, mən bir zınqırovun səsi kimi səslər eşidirdim, mənim qəlbimə otururdu, daha sonra onları ifadə edə bilirdim. İbn Həcər
Sahih Buxarını şərh edən buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ayələrin gəlməyini bir zınqırov səsinə oxşatması sadəcə bir misal idi. Gerçək zınqırov səsi ilə bir aidiyyəti yoxdur. Yəni, belə deyək, bu zınqırov bilirsiniz da, nədir? Bir belə dolça kimi şey olur, ortasında bir dəmir, kilsələrdə zadda da olur, belə onu zangıldadırsan, onun çox yaxında olanda güclü səsi var. Rasulullah sallallahu aleyhi və səlləmin bunu misal gətirməyində hikmət, o səslərin iki dənə özəlliyi var. Birincisi, qardaşlar, nə olur? Çox yüksək olur onun səsi. Nə olur? Çox yüksək. İkincisi isə, o səs çox aydın olur. Məsələ, eşitmədim də, bilmirsən, o səs insanın beynini işləyir. Yəni, ayənin gəliş forması həm bir şiddətli səs formasında ayə o Peyğəmbər s.ə.və eşitdirilirdi, həm də ayələr çox açıq şəkildə ifadə olunurdu. Başa düşdünüzmü? Məsələ, fərz eləyin ki, Peyğəmbər s.ə.və Fatihə surəsinin ilk 2 ayəsi nazil olur. Bismillahirrahmanirrahimdən sonra. Məsələ, Elhamdülillahi Rabbil aləmin, Ər-Rahmanir-Rahim. Səs eşitdiniz, düzdürmü? Bir də oxuduğum ayələrin aydınlığını da eşitdiniz, düzdürmü? Siz düşünün bunun sərt versiyonu. Çox yüksək səslə ayə və daha net və açıq şəkildə. Hətta Peyğəmbər s.ə.v deyir ki, ayələrin mənə nazil olma formasında ən ağır olanı bu idi. Çünki o səsin qarşısında Peyğəmbər s.ə.v huşusunu itmək səviyyəsinə gəlib çatırdı. Deyir ki, o səsdən sonra ayə qəlbimə otururdu, ondan sonra da onu unutmurdum. Bilirsiniz, ayələr gələndə bu cür Peyğəmbər sallallahu aleyhi və səlləm unutmasın deyə nə inirdi? La tuharrik bihi lisanəkə lita'cələ bihi. Yəni, tələsərək ayələr nazil olanda deyir, təkrarlama. Təkrarlama. Peyğəmbər sallallahu aleyhi və səlləm elə bilirdi ki, təkrarlamasa ayəni nə inəyəcək? Unudacaq. Allah Teala da deyir ki, unutmaqdan qorxaraq dilini neynəylə? Tərpətməklə. Yəni, gərək yoxdur. Ayə hariyə enir? Peyğəmbər sallallahu aleyhi və səlləm qəlbinə. Yaddaşla qəlbin arasında fərq var, qardaşlar. Bir bilgi insanın qəlbinə oturarsa, o unudulmaz. Bir bilgi insanın hafizasında qalarsa sadəcə, o unudula da bilər, qala da bilər. Misal üçün, sizə bir şey deyim. Xəstəliklər istisna. Məsələ, səni götürüm, Ömər. Atayın adı nədir? Atayın adı sahibdir. Düzdürmü? Atayın adı sahibdir. Atanın adı sahib olması hafızandadırmı, yoxsa qəlbinə tən işləyibdir? Qəlbinə tən işləyib. Niyə? Çünki atayın adı deyil, onun cismi belə sənin qəlbinə işləyib. Atayın baxışları, atayın rəngi, atayın boyu, çəkisi, xasiyyəti, danışığı, hamısı sənin gözündə bunlar unudulmaz bir haldadır. Düzdürmü? Bunu atanı bugündən etibarən heç görməsən belə, o sən heç yadından çıxmayacaq. Bu artıq sənin atanın obrazı artıq sənin qəlbinə nə olub? Həkk olunub. İndi mən sənə bir şey deyim. Sən, məsələ, bizim kənddə Ciyarqulu tanıyırsan? Ciyarqulu tanımırsan. Məsələ, indi birində dəyəcəm, kimisə qoymu çıxacaq. Məsələ budur. Kimi deyim. Yardım eləm. Elə ad deyim ki, xatırına dəyməsin heç kimi. Maxoz tanıyırsan? Maxozun qoymu varım burada, Maxoz əminin. Bax, Maxoz əmini biz çox sayırıq. Sonra da gələ bu ad hardandır. Yəqin ki, şeydir, taxmadır. Misal üçün, sağ bir ad dəyəcəm, məsələ sən onu tanıyırsan. O adlardan biri deyək, bu mim hərfinə. Yəni, ad deməyi çəkinirəm. Belə deyək, bizim kəndin direktorlarından biri. Ən axırıncısı. Tamam mı? Yadındadır. Ehtimal var ki, aylar keçər, illər keçər, adam heç yadıma düşməz. 5-6 ildən sonra soruşanda heç xatırlamazsan, axtararsan ki, kim idi o? Çünki bu hafızamızla ilgili olan şeylər
unudulmağa kardeşler daha yakındır. Ama bir şey kalbimizde işledisə o ne olur? O kalbimizde kalır. Şimdi bunu anlamak için şeyledim ki ayeler Resulullah sallallahu aleyhi ve sellem'in kalbine oturmuştu. Hafızasında değildi, ona göre Peygamber sallallahu aleyhi ve sellem ne inirdi kardeşler? Unutmurdu. Ve ahyanen, şimdi Peygamber sallallahu aleyhi ve sellem ayenin gelişinin ikinci versiyonunu değil. Ve ahyanen yetemesselu liyel meleku raculen feyukellimuni fea'i ma yekul. Bazen de mənə melek bir kişi şeklinde gelirdi ve ayeleri mənə dediği zaman ben o ayeleri derk elirdim. Aydın mı? Ayşe radıyallahu anh'a deyir ki وَلَقَدْ رَأَيْتُهُ يَنْزِلُ عَلَيْهِ الْوَحْيُ فِي الْيَوْمِ الشَّدِيدِ الْبَرْدِ فَيُفْسِمُ عَنْهُ وَإِنَّ جَب۪ينَهُ لَيَتَفَصَّدُ عَرَقًا. Ben Peygamber sallallahu aleyhi ve sellemi bazen görürdüm ki şiddetli soyuk havalarda ona aye nazil olarken ayenin ağırlığından der tökürdü. Yani ayenin gelişinin bir ağırlığı var idi. Tefsir alimleri deyir ki, bazı tefsir alimleri deyir ki, Peygamber sallallahu aleyhi ve sellem sefere çıkırdı devenin belinde. Devenin belinde giderken Maide suresi nazil olur. Maide suresinin ayeleri o kadar ağırlaşır ki Peygamber sallallahu aleyhi ve sellem deve ayenin enişini götürebilmeyip yere yatır. Ebu Zer radıyallahu anh deyir ki bir gün Peygamber sallallahu aleyhi ve sellemin ayağı ayağımın üstündeydi. Bazı rivayetlerde başı dizim üstündeydi. Baktım ki Resulullah sallallahu aleyhi ve sellem ağırlaşmaya başladı. Bildim ki vahiy gelir. Ama elə ağır gelirdi ki ayağım sınmaq üzreydi. Ona göre kardeşler ayelerin gelmeyi ağır bir yüküydü. Allah Kur'an-ı Kerim'de bunu nece ifade edilir? Biz sana ağır söz nazil ettik deyir Allah Teala. Ne deyir Allah Teala? Sana ağır olan söz. Kur'an-ı Kerim hem lafzında ağırdı kardeşler. Hem hürmetinde, hem hikmetinde, hem de manasında ağır sayılır. Onun için aziz kardeşler, Kur'an-ı Kerim'in emme sebeplerini biz öğrenirken Peygamber sallallahu aleyhi ve sellemin de bu cür ağırlıklarla karşılaştığını yadımızdan çıkartmamalıyız. Hemçinin muhterem kardeşler, bazen olurdu ki Peygamber sallallahu aleyhi ve selleme aya gelirken Cebrail aleyhisselam gelirdi. Peygamber sallallahu aleyhi ve sellemin kalbine üfleyirdi. Ayeleri okuyurdu, üfleyirdi. Ayeleri okuyurdu ve üfleyirdi Peygamber sallallahu aleyhi ve sellem sinesine. O üflemeyiyle ayeler Resulullah sallallahu aleyhi ve sellemin kalbine dolurdu. Ayelerin növlerinden biri Allah Teala birbaşa Peygamber sallallahu aleyhi ve sellemle perde arkasından danışmasıyla olur. Bu neçənci növüdür? Dördüncü növü. Bu harda olur kardeşler? Misal olarak Peygamber sallallahu aleyhi ve sellem Meyraca gelir. İsra ve Meyrac hadisesi. Göğün birinci katına kalkanda orada Adem aleyhisselamla karşılaşır. Daha sonra Yahya aleyhisselamla, İsa aleyhisselamla karşılaşır. İdris aleyhisselamla karşılaşır. Ondan sonra Harun aleyhisselamla karşılaşır. Musa aleyhisselamla, İbrahim peygamberle, birçok peygamberlerle bu Meyrac hadisesinde karşılaşır. Ve orada ahırda göğün katlarından gittikten sonra peygamberlerle görüştükten sonra Sidratul Munteha, yani Allah'ın yarattıkları o göylerin üstünde yaratılmışın ulaşabildiği en son yerde Resulullah sallallahu aleyhi ve sellem Cebrail peygamber tarafından durdurulur. Cebrail aleyhisselam der ki buradan artık benim gitmeme müsaade yoktur. Oradan Sidratul Munteha'dan sonra ileri Peygamber sallallahu aleyhi ve sellem tek gelir, yalnız gelir ve orada nur görür. Nurun arkasından Allah Teala Peygamber sallallahu aleyhi ve selleme sesle danışır. Ve namazın vacip olunmağı, kıldığımız 5 namazın vacip olması Allah'ın birbaşa ses hicabın arkasından danışmağıyla Peygamber sallallahu aleyhi ve selleme vahiy olundu ve vacip olundu. Bilirsiniz Peygamber sallallahu aleyhi ve sellem geri kaydır göğün 6. katında Musa aleyhisselamla görüşür. O diyalog var. Allah 50 defa 50 vaxt namaz kılmağı vacib eləyir. 50 vaxt. 5 vaxt yok ha. Ne kadar?
50 vaxt. Yəni, hər bir neçə dəqiqədən bir namaz. Musa aleyhissalam deyir ki, ümmətin buna gücü çatmayacaq. Allaha dön, Allahdan namazların sayını, vaxtlarını xəfiflətməyini, azaltmağını istə. Peyğəmbər s.ə.v təkrar dönür, təkrar gedir, təkrar dönür, təkrar gedir. Burada Musa aleyhissalamla diyalogdan sonra son olaraq Allah Teala deyir ki, mən sənin ümmətinə bir gün, bir gecədə 5 vaxt namaz qılmağı vacib elədim, amma savabı isə 50 vaxt namaz qılmağın savabı qədər olacaq. Bugün icra etdiyimiz qardaşlar, gerçəkləşdirdiyimiz, qıldığımız o 5 vaxt namazın savabı nə qədər namazın vaxtıdır? 50 vaxt namazın savabı qədərdir. Və burada Peyğəmbər sallallahu aleyhi və səlləm Merajda Allahla danışarkən pərdə arxasıyla səslə danışırdı. Peyğəmbər sallallahu aleyhi və səlləm qardaşlar, bu da elmi məsələlərdən də əslində bunu müstəqil olaraq danışmaq istirdim, lakin söz düşmüşkən danışım. Rasulullah sallallahu aleyhi və səlləm Meraca gedəndə, Sidratul Muntəhəyə gedəndə, yəni Cəbrail aleyhissalam da olmur artıq orada. Orada Allahın camalını görürmü, Allahın camalını görmürmü? Bu Peyğəmbər sallallahu aleyhi və səlləm döndükdən sonra Rasulullah sallallahu aleyhi və səlləmdən soruşulur. Sahabələrdən biri deyir ki, ya Rasulallah, sən Allahı gördünmü? İmam Müslimdə hədis var, Sahih Müslimdə hədis var. Gəlir ki, Rasulullah sallallahu aleyhi ve sellem'le soruşulanda deyir ki, nurun enne arahu. Mən gördüyüm nur idi, mən Allahı necə görə bilərdim? Başqa bir rivayətdə də gəlir ki, Allahın hicabı, yəni pərdəsi, yaratdıqları ilə özü arasında olan pərdə nurdur. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem o zaman nəyi görüb qardaşlar? Nuru görüb, yəni Allahla öz arasında olan nəyi? Pərdəni görüb. Yəni bu da onu göstərir ki, daha öncə kim, hansı Peyğəmbər görmək istəmişdi Allahı? Musa aleyhissalam. Qale Rabbi ərini anzur ileyke. Qale Rabbi ərini anzur ileyke. Musa aleyhissalam dedi ki, ya Rabbi, mənə özünü göstər. Allah Teala Musa aleyhissalama demədi ki, mən görünmürəm. Allah Teala dedi ki, sən məni görməyə təhəmmül elə bilmərsən. Çünki Allah Azze ve Celle'nin cemalı, Allah'ta olan nur, yaradılmışların təhəmmül edə bilməyəcəyi qədərdir. Yəni, yaradılmışlar bu nura təhəmmül edə bilməz. Ona görə Allah'ın yarattığı bu baş, bu göz, bu el, qardaşlar, uca olan Allah'ın nəinki cemalını, hətta yaratdığının nurunu belə görə bilməz. Çünki biz zəifik. Bizim gözümüz 50 metrdən, 60 metrdən sonra görmür. Biz bir çəkidən artığını qaldıra bilmirik. Biz aldığımız nəfəsi içimizdə tuta bilmirik. Bu, yaradıldığımız bu bədən, bu ət sadəcə bu dünyada qalıcı üçündür. Cənnətdə ölüb getdikdən sonra təkrar diriləndə Allah zaten bizi başqa bir bədənlə, başqa bir ətlə, başqa bir forma ilə Allah Teala bizi həşr eləyərkən onda daha dözümlü, daha qüvvəli olacaq. Sadəcə bu dünyada daşıdığımız bu ruhun, bu daşıdığımız ət sadəcə paltarıdır, anlaya biləcəyimiz qədər misal çəkməyə çalışıram. Onun üçün bu bədən adicə insanların, yəni Allah'ın yarattığını görməyə gücü çatmır. Nəinki yaradanı görsün. Misal üçün, 2000 volt, 3000 volt ışıq açsaq bir adamın gözünə baxa bilərmi adam? Günəşə adam gözünü açıb baxa bilərmi günün ortasında? Xeyr. Yaradılmışlara biz baxa bilmirik, zəif olduğumuz üçün. Bunları yaradanı biz necə baxmağı ağlımızdan keçirə bilərik. Ona görə Allah özünü göstərməyi möminlərə saxlamışdır. Harada? Cənnətdə. Və cənnətdə Allah möminləri elə dözümlü yaradacaq ki, nə orada xəstələnməyəcəklər, nə orada ölməyəcəklər, nə orada qocalmayacaqlar, nə orada xəstələnməyəcəklər və Allah'ın yaratdığı o cisimlər Allah'ın camalını görməyə taqat olacaq. Allah bizi onlardan eləsin, əziz qardaşlar. Vəhyin gəlmə növlərindən biri də, əziz qardaşlar, gerçəkləşən yuxu vasitəsilə. Peyğəmbərlər yuxularında onlara ayələr nazil olardı. Yatarlardı, yuxuda ayə nazil olardı. Qalıqdıqdan sonra o ayələri insanlara oxuyarlardı, yuxu vasitəsilə. Bu adətən Peyğəmbərlərdə hansı vaxt baş verir?
vəhyin ilk başlarında. Peyğəmbər sallallahu aleyhi və səlləmə ilk dəfə 6 ay müddətində vəhiylər necə gəlir? Yuxu vasitəsilə. Peyğəmbər sallallahu aleyhi və səlləm yuxusunda görür və səhər olanda o yuxuda nəyi necə görübsə o şəkildə nə olur? Gerçəkləşir. Nəyi necə görürsə o şəkildə gerçəkləşir. Məsələn, yuxuda başqa peyğəmbərlər də görürdümü? Hə? Yəni yuxuda başqa peyğəmbərlərdə vəhiy gəlirdimi? Hə? Bütün peyğəmbərlərin hamısına qardaşlar yuxuda nə edirdi? Vəhiy gəlirdi. Bu onu göstərir ki, vəhiy gəlmək şəkli bütün peyğəmbərlərdə nə idi? Eyni idi. Mərhələlərlə, etaplarla. Məsələn, fikir verin. İbrahim peyğəmbər. Peyğəmbərlərin nəyidir? Atasıdır. Niyə İbrahim peyğəmbərlərin atası deyilir? Çünki əksər peyğəmbərlər kimin nəslindən idi? İbrahim peyğəmbərin. Hətta Muhammed sallallahu aleyhi ve sellemin peyğəmbər sallallahu aleyhi ve sellem kimin nəslindəndir? İbrahim peyğəmbərin. Ona görə İbrahim peyğəmbərlə göyün 7-ci qatında görüşür. Muhammed sallallahu aleyhi ve sellem. Görüşəndə o biri peyğəmbərlər nə deyir? Ey salih peyğəmbər və salih qardaş deyirlər. İbrahim peyğəmbər ey salih peyğəmbər, salih oğlum deyir. İbrahim peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem nə deyir? Oğlum deyir qardaşlar. Yəni Rasulullah sallallahu aleyhi ve sellem kimin nəslindən idi? İbrahim aleyhisselam. İbrahim aleyhisselam qardaşlar yuxusunda görür ki Allah əmr eləyir ki oğlun İsmaili kəs. Yuxudan ayılanda bunun yuxu olduğunu mu düşünür yoksa vəhiy olduğunu mu? Vəhiy. Çünki peyğəmbərləri şeytanlar yuxularında aldada bilmirdi. Yəni biz bugün nə edirik? Bir də görürsən uçduq getdik. Görmüşsünüzmü? Zdanyaların arasında uçursan belə sağa, sola. Bir də görürsən arxanla it gəlir. Qaça da bilmirsən, hə? Yeriyə də bilmirsən. Olur mu belə şeylər? Və yaxud da hündür bir yerdən təpəsi aşağı yıxılırsan. Yerə düşə ayılırsan. Və burada əlhəmdülillah ki yuxuydu deyirsən. Peyğəmbərlərdə qardaşlar bu şeylər olmurdu. Peyğəmbərlər vəsvəsə, uçsun, düşsün, canavar dalı ilə qaçsın, səksənsin, bağırsın, çıxırsın. Peyğəmbərləri Allah qoruyurdu şeytanların vəsvəsələri. Ona görə peyğəmbərlər bir yuxu görəndə o vəhiy sayılırdı. İbrahim peyğəmbər yuxusunda görür ki Allah Teala ona deyir ki oğlun İsmaili qurban olaraq kəs. Və səhər durur oğluna Allahın bu ayəni nazil elədiyini deyir. Oğlu İsmail isə deyir ki ey ata Allahın sənə əmr etdiyini yerinə yetir, məni səbr eləyənlərdən görəcəksən. Bilir ki vəhiydir. Və dəhşətlisi buradır ki subhanallah. Bu məsələyi hər oxuyanda, hər toxunanda çox təsirlənirəm. Xüsusən də atalar bu məsələni düzgün başa düşürlər. Adamın oğlu olanda, adamın qızı olanda, övladı olanda bunu başa düşürsən. Niyə valideynlərin hörməti çoxdur qardaşlar övladlarının üzərində? Çünki valideyn adətən övladının acı gününü görmək istəmir. Sən görəndə ki uşağın ağlayır, ağrıyır, valideyn onu arzulayır ki özü ağlasın, özü ağrısın, amma uşağın heç nə olmasın. Yəni səni bu dərəcədə sevən valideyni o günləri sən görmürsən, böyüyəndən sonra da bunu unutmamalısan. Bu önəmli bir şeydir. Təsəvvür elə İbrahim peyğəmbərin uşağı olmur, 20 yaşı olur, uşağı olmur, 30 yaşı, 40 yaşı, 50 yaşı, 120 yaşı olur, uşaq həsrəti ilə yaşayır, uşağı olmur. 120 yaşında Allah onu oğlan uşağı ilə müjdəliyir, canına basır, 120 ildən sonra həsrətlə, arxası ilə Allah deyir, onu kəs deyir. İmtihana baxırsınızmı? Ona görə İbrahimin ləqəbi var idi, nə idi? Xalilur Rahman. İbrahim peyğəmbər Allahın xəlili idi. Allahın ikinci xəlili kim idi? Muhammed sallallahu aleyhi və səlləm. İbrahim peyğəmbərin də xəlili kim idi? Allah. Muhammed sallallahu aleyhi və səlləmin xəlili kim idi qardaşlar? Allah. Xəlillə sevginin arasında nə fərq var? Baxın, xullə deyirik, yəni xəlil, bir də var sevgi. Elm əhli deyir ki, sevginin ən yüksək dərəcəsidir xəlil olmaq. Nə idi? Hası ki, o qəlbdə bir xəlil oturdusa, ikinci birini oraya yerləşdirmək mümkün deyil.
Ona göre Peygamber sallallahu aleyhi ve sellem kalbine kimi yerleştirmişti? Allah'ı. Ne der hadiste? لَوْ كُنْتُ مُتَّخِذًا خَلِيلًا لَاتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلًا. Eğer ben özüme halil tutası olsaydım, o halili kim eləyərdim? Abu Bakır'ı. Lakin der ki, ben Allah'ın der haliliyim. Resulullah sallallahu aleyhi ve sellem'in kalbinde Allah'tan başka halillik derecesinde kimse yok idi. Ama Peygamber sallallahu aleyhi ve sellem sahabelerini sevirdi mi? Sevgi paylaşılır ama hulle, halillik kardeşler paylaşılmır. Peygamber sallallahu aleyhi ve selleme gelirler deyirler ya Resulullah. Harizo. Peygamber sallallahu aleyhi ve selleme deyirler ki en çok kimi sevirsen ya Resulullah? Der ki Ayşe radıyallahu anh'ını sevirəm. Der kişilerden kimi sevirsen? Der atasını sevirəm. Peygamber sallallahu aleyhi ve sellem Zeyd'i de sevirdi. Usame'ni de sevirdi. Ali radıyallahu anh'ı da sevirdi. Osman radıyallahu anh'ı da sevirdi. Ömer radıyallahu anh'ı da sevirdi. Fatime'ni de sevirdi. Bütün ailesini sevirdi, düzdü mü? Sevgini insan ne edebilir? Paylaşabilir. Ama halillik derecesini insan kardeşe paylaşabilmir. Ona göre İbrahim peygamberin vəsflərindən biri Halilur Rahman, Allah'ın haliliydi. İndi siz təsəvvür eləyin. İbrahim peygamberin qəlbində Allah olduğu üçün o kadar övlad həsrətinə yanmağına baxmayaraq Allah ayə nazil eləyəndə tərəddüdsüz nə edir? Oğluna oxuyur. İsmail peygamber demir, ey ata, ata oğlu kəsərmi? Sən peygambersən, belə ayə olarmı? Der ki Allah sənə nazil eləyənə əməl et, məni səbr eləyənlərdən görəcəksən. Allah burada kimi imtihana çəkir qardaşlar? Kimi imtihana çəkir? Hem İbrahim peygamberi hem de İsmail peygamberi. Her ikisi de o imanlarıyla, takvalarıyla, tevekkülleriyle imtihandan keçirler mi? Her ikisi de keçirler. Bu bir imtihanıydı. Allah istemirdi ki İbrahim peygamber oğlu İsmail'i kessin. Onun yerine Allah bir qoç gönderir ve onu kesirler. Bu hadise harda baş verir kardeşler? Mekke'de. Mekke'de həcə gedəndə şeytana daş atılan yer demirlər mi? Camarat. Minada. O camarat olan yerdedir bu. İbrahim peygamber imtihandan keçmək üçün oğlunu aparıb orada kəsmək istəyərkən o daş attığımız yerlerde gelir şeytan, iblis gelir. İsmail peygamber vəsvəsə verir ki getmə səni kesəcək. Orada İsmail peygamber daşı götürür, iblise atır. Her üç yerde. Bu sünne, o daşlamaq sünnəsi oradan gelir bugünkü güne kimi. İndi bugün biz gedib hacda, orada camaratı daşlayanda iblis orada durmur. Biz gedib onu daşlamırıq. O daşlanma özü ibadet olduğu için biz onu gerçekleştiririk. Başa düşdük mü? Ona göre bazı axmaqlar, bazı ateistler gəlirlər deyirlər ki, yox şeytan orada oturur sizi gözləyir ki siz onu daşlayasınız. Biz şeytan elhamdülillah, Əuzu billahi mineşşeytanirracim deməklə daşlayırıq. Biz Kur'an oxumaqla daşlayırıq, namaz qılmaqla daşlayırıq. Şeytanın cəhənnəmə aparan əməlləri bizə əmr etməklərini rədd eləməklə biz şeytanı daşlayırıq. Allah'ın əmrlərini uygulamaqla şeytanı daşlayırıq. Gedib orada attığımız daş isə İbrahim peygamberdən gələn bu sünnəni tətbiq eləməkdir. Hansı ki bizim şəriətdə də nə olur qardaşlar? Bu təsdiqlənmiş olur. Beləliklə onu bildik ki qardaşlar, vəhyin növlərindən biri nə idi? Yuxu. O biri peygamberler de görürdü ve İbrahim peygambere de yuxu vasitəsilə gələn şeyi belə danışdıq. Bu ikinci hadisiydi. İkinci hadisi. Burada tamamlayaq. Tabii ki hadisten faydalar da yazmışam. Bayaq gələrkən yolda. Mətni mi? Tamam. Bir de oxuyacağım. Ondan sonra kısa olarak faydalara toxunacağım kardeşler. Deməli, hədisin mətni belədir. Ayşə radiyallahu anhə Haris ibn Hişamdan rivayet eləyir. Buyurur ki, Haris ibn Hişam Peygamber sallallahu aleyhi ve sellem'den soruşur. Ya Resulallah sənə vəhiy necə gəlirdi? Peygamber sallallahu aleyhi ve sellem mənə deyir ki, şiddətli zınqırov səsi kimi gəlirdi. Şiddətli zınqırov səsi kimi gəlirdi və bu mənə ən ağır nazil olma yöntəmi idi. Ve həmçinin mələk bir kişi formasında gəlirdi və mənim qəlbimə ayələri nə edirdi? Yerləşdirirdi. Yerləşdirirdi. Və burada hədis tamamlanır. Ayşə radiyallahu anhə deyir ki, mən gördüm ki Peygamber sallallahu aleyhi ve selleme şiddətli soyuqda vəhiy enirdi. O şiddətli soyuğa baxmayaraq vəhyin ağırlığından
Peyğəmbər sallallahu əleyhi və səlləmin alnından tər axırdı. Bu hədis ikinci hədisi burada tamamlanır. Başa düşdünüzmü? Deməli, vəhyin iki cür gəlməyini bildik. Bir də Ayşə radiyallahu anhənin bu məsələni izah eləməsini. O birisini də dedik ki, pərdə arxasından danışmaq vasitəsilə də vəhiy gəlirdi. Rasulullah sallallahu əleyhi və səlləmin ürəyinə Cəbrail mələk vasitəsilə üfləməklə gəlirdi. Bir də salih yuxu vasitəsilə yenə vəhyin növləri var idi. Və bunları da misallar çəkdik, qardaşlar. Aydın oldu mu? İndi bu hədisdən bir neçə fayda deyim mən sizə. Birinci fayda nədir? İsbat eləyir ki, bu hədis vəhiy kimdən nazil olur? Allahdan. İkinci, mələklərin varlığına dəlildir bu hədis. Çünki burada kimin adı keçir? Mələyin adı keçir. Cəbrail əleyhissalam insan formasında da şəkillənib, gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmə vəhiy deyirdi. Üçüncü fayda, Peyğəmbər sallallahu aleyhi və səlləmin peyğəmbərliyinin isbatıdır. Çünki o adam peyğəmbər sayılır ki, ona nə gəlir? Vəhiy gəlir. Dördüncü fayda, Allah Taala'nın kəlamıdır vəhiy olunan, yaradılmış və yaxud da məxluq deyil. Sonra Allah Taala'nın peyğəmbərlərinə ayə göndərərkən onları bu ağırlıqlara öyrətməsidir. O ataların sözü var, deyir, eldən gələn hara gedir? Selə gedir. Yəni bir adam bir şeyi kolaylıqla əldə edirsə, onu kolaylıqla nə edir, qardaşlar? İtirir. Ona görə vəhyin emməyində bir ağırlıq var idi ki, Allah Teala peyğəmbərini bu ağır risaləni götürməyə nə edirdi? Hazırlayırdı. Faydalardan, qardaşlar, elmin fəziləti. Elmin nəyi? Fəziləti. Elm ümumiyyətlə insana asanlıqla gəlmir. Elm nə ilə gəlir? Çətinliklə gəlir. Ondan sonra faydalardan biri, şiddət zamanı çətinliklərdə səbr eləməyin önəmi. Məsələn, Rasulullah sallallahu aleyhi və səlləm və yaxud da İbrahim Peyğəmbər və yaxud da sahabələr hər çətinliyə düşdükdə həqiqəti rədd eləsəydilər, bu qədər sabit ola bilərlərdimi? Xeyr. Ona görə adam nə zaman ucalır, qardaşlar? Baxın, çətinliyə düşdüyü zaman səbir göstərdikdə, çətinliyə düşdüyü zaman nə eləyəndə? Səbir göstərəndə. Başqa faydalar da var, lakin istəyirəm üçüncü, biz nə qədər, neçə dəqiqədir? Neçə? Saxlayaqım, nə deyirsiniz? İnşallah faydalandıq düşünürəm. Ha? Yəni bundan da daha tez geçsə, məncə faydaları itirəsi olacaq. Saxlayaq onda ikinci hədisi, üçüncü hədisdən də inşallah 3, 4, 5, heç olmasa 6, 7, 8 o biri dərslərdə gedək. Allah eşitib faydalardan etsin, qardaşlar. Bilmədiklərimizi öyrətsin, bildiklərimizə əməl etməyi nəsib eyləsin. Allah şərdən, xatadan, fitnədən qorusun. Yaratdıqlarının şərrindən məscidlərimizi, cəmaatımızı qorusun. Allah Azza və Cəllə birliyimizi daim eləsin. Birliyimizə, qardaşlığımıza zərər verənlərin Allah bütün hillərini özlərinə qaytarsın. Və sallallahu və səlləm və bərik alə nəbinə Muhammed.